Bizim bura toplaşmamızın əsas səbəbi 1385-ci ilin Xurdad ayının əvvəlinin Azərbaycanda olan əhanətin qiyamıdır. Əlbəttə, Azərbaycan xalqının nə bu qiyam axırıdır, nə əvvəlidir. Dostlar hamısı bilirlər ki, Azərbaycanın hərəkəti, milli hərəkəti çox qədim zamanlara gedir və əfsanə də deyil. Məsələn, Babəkin 22 il mübarizəsi və tarix yaddaşlarında qalır və deyilir və ondan sonra onun ardınca əfsanələrə çevrilmiş Koroğlunun, Nəbinin mübarizələri ta gələk yetişər müasir ya Məşrutə inqilabının və Şeyx Xiyabanının böyük ulu hərəkətlərinə. Əlbəttə, bunların hamısını dostlar oxuyublar, yeşirlər və bu mübarizənin ardı davam edir və yenə də davam edəcək və mənə belə gəlir ki, İran çərçivəsində İran adlanan bir ölkədə müəyyən xalqların içində o qədər ki, mənim məlumatım icazə verir, qədim zamandan bu hərəkətlərin irəli getməsinin əsas o milli hərəkəti Azərbaycan adına mühürlənibdir, Azərbaycan adına verilibdir. Başqa millətlərin az-çox hərəkətləri də olsa, amma Azərbaycan hərəkəti məxsusən o dönüş nöqtəsi xatirimizdə qalıb və ümumiyyətdə bir silsilənin çevrilməsinə və yeni bir silsilənin iləri gəlməsinə, ya rejimin iləri gəlməsinə Məşrutə inqilabıdır ki, o ümumiyyətdə böyük bir dənə çevrilişin, böyük bir siyasi dönəmin əsas səbəblərindən biri oldu və böyük insanlarımız, qəhrəmanlarımız bu yolda fəda oldular, bu yolda canlarını qurban elədilər və bu mübarizənin ardı var və ki, biri də ki, Xurdadın əvvəlidir. Xurdad bizim tarixi bir dana tarixi qaynağımızdır, dayağımızdır hərəkətimizə. Ona görə məncə tamam fikirdaşlarımız, siyasətçilərimiz, mühəqqqiqlərimiz bunu gərək bir tarix qaynağı kimi qoruyalar, təhlil eləyərlər, yazalar, təfsir olar və çünki bizim hər zadımızın o biri Xurdaddan bu yana hərəkətimizin qol-budağı nə qədər artır, hamısı qeydir rişəsi o biri Xurdadda yaranan hərəkətə. O hərəkətə ki, tarixdə boğulmuş səsimiz Şeyx Məhəmməd Xiyabanidən başlaraq gəlir Pişəvəridən inqilabda xalqi müsəlman şəklində üz verən səslər, tapdalanmış səslər o gün yığılıb və bir infizar kimi patlaq verir o gün. Ona görə bu bizim bir dana dəyərli bir günümüzdür. Bizim tariximizdə türk mübarizə tarixlərimizdən heç yaddan çıxmayan və qaynaqdır və mən istəyirəm deyəm ki, bu hərəkətlərdir ki, biz saxlayır, bu bizə hoviyyət verir, hərəkətimizə güc verir. Biz bu tarixi qaynaqlara qayıtmaqla hərəkətimizə güc alırıq. Niyə? Buna görə ki, o gün şayad məsələn Şeyx Məhəmməd Xiyabanidə bir hərəkətlər yormuşdu, ya Pişəvəri cərəyanlarında. Amma heç biri, o cür ki, biz mütaliə eləmişik, tarixdə eşitmişik, heç biri bir Xurdad gücü kimi, milli hərəkət kimi qaynayıb millət içindən qalxmamışdı üstə.
Şayet bir hizbi hərəkətlər, bir roşanfişli hərəkətlər, bir cəryanlar salmışdılar. Ancaq bu bir xurda tapdaq altında bir fas şövinisti, bir diktatori, faşisti hakimiyyətin altında millət də qalxıb elə bir hamısı bir seminar, bir yığıntıda örgənib gəlmişlər xiyabana, bir səsinə, bir nəfəsinə haray mən Türkəm, ölüm olsun fas şövizmində və öz hüviyyətindən müdafiə eləmək səsidir. Ki, o səs gün-bə-gün ayrı şəhərlərdə də təkrar olurdu. Həman şüarla, həman ehsasla, həman hüviyyət istəklərlə. Buna görə bu tarixi hərəkətin mən bütün şəhidlərinə, baş əydən, bütün savaşanlarına, mübarizlərinə, bu hərəkəti yaradanlara minnətdarlığımı bildirirəm öz növbəmdə və hamısını əzizləyirəm. Və o günün ondan sonra mən burada bir neçə dostlarımız görürəm. O günün məsələlərinə bağlı zindanilərimiz, tutulanlarımız zindanda da bir gözəl xatirələr yaraldırdılar. O zindanı eləmişdilər bir dənə məktəb və orada tarixi hərəkətlərin daha dəyər verdilər və orada ayrı bir moc yaraldırdılar zindanda. Belə olmuşdu ki, zindanda bəli, zindanda bir xatirələr var, şərəsi ilə bir kitab yazmalıdır hər günün mozunun üstündə. Belə olmuşdu ki, zindanban özü gəlirdi axşam Cavbəndidə, deyirdi, qardaşlarımız dursunlar, marşlarını oxusunlar, xamuşanlıq vaxtı, yatmaq vaxtı. Ki, marş orada oxunurdu hər gecə. Bunlarsa bu hərəkətə çox həzinələr verildi, dəyərli verildi və mən eşitməmişim, indiyəcəm ki, bir nəfər həzinə vermağına peşman olur Azərbaycançılığında. Mən də Əhmədli Əmaninin o mərasimində, o dəfnində İttilaat məmurları ki, neçə dəfə bizi çağırmışlar, gördük oradadır. Mənə gördü, çağırdı, getdim bura, deyə görsən bunları, gəliblər bura. Çünki o gün yine orada da marş okundu şeydən. Yağış da yağırdı. Yox, çox güclü hərəkət gedirdi bəndə. Mənə deyə görsən bunları, Abbas bəy də gəlmişdi onda, yadıma gələndə. Yox, deyəm, bəli görürəm. Yox. Deyək, hamısını görsən, hamısının sabıqəsi var bu. Hamısı türkçülük, mən pantorçistlik təcrüdə. Dedim, görürsən, sən ibrət elə də, mən niyə ibrət edim? Görürsən, gedə-gedə yine gəlirlər bu hərəkətin danışsan. Qorxmayıblar, fikirlərindən, məramlarından dönməyiblər. Və bu hərəkət gün-bə-gün, sillur-bəsullur gün-bə artır. 85-dən büyünə biz həmişə hərəkətimiz güclənib, yüksəllənib və türkçülük da universitetlərdən, danışqahlardan gəlib mədrəsələr səviyyəsinə. Mən yenə də bu hərəkətin il dönümün təbrik deyirəm bütün fəallarımıza. Və bir necə bizim bir səliqəyi ixtilafımızda, fikirlərimizdə olsa məsailin üstündə, bunlar hərəkətin diriliğini göstərir. Hərəkətdə əgər ixtilaf səliqə olmasa, rükud olar, cumud olar, hərəkət getməz qabaqı, ixtilaf səliqələri də hörmət qailəm. Müntəha, hər kəs, mənim şüarımdır, hər kəs Azərbaycan adına və eşqinə və hörmətinə hərəkət edir, xalisan və sadiqanə hər yol, kiçik, zəif, güclü, gücsüz, bu dəyər verməlidir. Müntəha, təbiidir ki, o biz hərəkətdə olanlar kimi bir dənə oportunisti bir cəryanətdə qarışar, elə böyük inqilablarda da böyük, ayrı cəryanətlərdə də, ayrı ölkələrdə də olubdur. Oportunisti bir hərəkətlər var, qərar istərlər ki, qarışsınlar öz mənfəətlərinə görə elə hökumətin də içində var, qolu faslanın da içində var. Hamı cəryanların içində olar, bizimkində də müstəsnə də vardır. İnşallah onlara da biz millətimizin
ayıqlığı ilə yol verməyəcək hərəkətimizə xətt çevirsinlər. İndi mən üçün bu seçki məsələləndi, ustadımız da bunu işarə elədilər. Siz baxın, hərəkətin yekəliyi bahis olur ki, hakimiyyət gör bunu tapdalayanmı, gəlsin bunun içində ixtilaflar salsın. Birin bir fikrinlə, birin bir bəhanəylə ki, bu hərəkətə bir gün xonsa eləsinlər. Məsələn, biz indi bir görüb Urmuda, hamıya vazih aydındır ki, biz gərək orada birləşək, orada bizim adayımıza səlahiyyət verməyiblər ki. Orada biz getdik mənzilsə, yığışdıq, getdik, çox burada dostlarımız, düşən əksəriyyəti oradaydı. Biz getdik ulan, laf yekəsi ki, türkçülük daşınmır sinəsinə Qazipurdur. Bir gün var, mən Simitqo ilə rəisinin stadını idarə edir. Biliyorsun, yekəsi olacaq da. Ya bizim də Qazipurdan, Urmuda yekə adam ki, türkçülüklərlə birinin, mən fraksiyonu Türk'ün mavini olaraq, Türk şəhrinin vəkili olaraq görsün, gedib də orada Arman Simitqo ilə oturublar, bir əl-ələ veriblər, bir nəfər adaya ki, onun da sabiqəsi məlumdur, kimdir. Biz orada ancaq lap yekəsi olacaqdır. Biz orada millət vəkili axtarmırıq. Biz orada bir adam axtarırıq ki, bəzi indi iskat maşınına alırlar az, fəqət sicillisin, sənədin götürürlər, aparsına versinlər, maşın var diləsinlər də, özünü atırlar eşiyə, uğraqlığa. Biz orada o cür bir olaydayıq ki, gərək gedək orada adamlar ki, türküdülər, onlar əslən nəzərdə alaq ki, əslən hakimiyyət adamıdır, çünki qeyləsi hakimiyyət adamı biraz yumuşaq, tündü var, vəlli hamısı hakimiyyət adamıdır. Biz orada öz adayımızı tapamayacaq. Ona görə biz, bilmirəm, mən öz növbəmdə ehsas edən ki, bizim vəzifəmiz var, Kürt qarşısında yox, Türk Urmunun indi bu vəziyyətində terörist Kürtlərin qabağındakı beynəlmiləli dayaqları ilə istirlər Urmuda hər nəysə özlərinə bir ayaq yeri açsınlar. Mən biləni, hər bir Türk fəalın bir gün stratejisi bu ola bilər. Bu seçki məsələlərində gedək Urmuda səs verir. Bir daha məsələni mən ərz edeyim ki, indi bizim neçə nəfər burada dostlarımızdan var, aday olmuşdular. Heç birinin nə birinin duvarından düşüblər, nə bir yalan deyiblər, nə birinə toğuna kiş deyiblər. Bunlara rəddi səlahiyyət ediblər, qoymayıblar gəlsin. Dərhal ki, bu günləri heyət-i nəzarət ustan ki, hökumətin öz qurduğu bir heyətdir ki, səlahiyyətə nəzarət eləsin, istefa verib. Buna görə ki, neçə nəfər sabiqəli, tabloğlu, oğurlulara ki, beytunlar oğurluqları var, xiyanətləri var, məhkumiyyətləri var, xiyanət məhkumiyyəti var. Onlara səlahiyyət veriblər. Bizim cavanlarımıza ki, heç qune bunların sabiqələrində bir dana çirkinlik görüşmür, bunlar rəddi səlahiyyət ediblər. Bu bizim vəziyyətimizdir. Mən bilmirəm, biz burada bir dana mən təmsil elədim, bir dana bunu deyim, qutarıb xatamı verim. Biz fərz edeyim, bu seçki ərəfəsini oxşadırıq, bir dana püşşatdıq, bura keçir. Hərə bir dana yığır öz dəyərini, məsələn, 1000 tümən verir, yığışırıq, oluruq 100 nəfər, olur 100.000 tümən. Deyirik, hərə ad verən, püşşatacaq o kasağın içinə adım. Kimə çıxsa 100.000 tümən çıxacaq. Bunda qazaş yalı var da, 1000 tümən veririk, şayət 100.000 tümən çıxardaq. Bəli, əgər biz 1000 tüməni verdik, adımızı salmadılar o güldanın içinə, nə qədər də qatalar, nə qədər də o demokratik bərgüzar eləyələr, deyələr ki, özün seç, var götür. Bizim adımız çıxacaq orada. Biz utuzacaq, o 1000 tümənimizi də utuzacaq orada. Yox, hər halda mən istəyəm deyəm ki, bizim neçə dəfələr fəallarımız elə medialarda o yanda yazırlar, çalışırlar, millətimizə oyanış verirlər və deyirlər ki, bunlardan bizə yoldaş çıxmayacaqdır. Özümüz aparıb müftə bunlara xəşləməyək. Bəli, xudda indi bəzidimiz gəldi, başarı bunlardan dəvədən bir tük çəkmək da qənimətdir. O ayrı bir məsələdir. Mən heç qınamıram da. Millətimiz ağır vəziyyətdədir. Fəllarımızı hamısını işdən salırlar, müşkilat var. Ona görə mənim yolum budur ki, sözüm budur ki, biz
gedək ki, dəstək olaq Urmu şəhərinə, Batı Azərbaycana, Sulduza. İnşallah ki, orada yenə də kütlərin, vıraq ağızların içində oturdaq yerlərində. Buna da bıraq ki, ola bilər ki, hakimiyyət bir dönədə gələ, öz düzəltmə bir seçkilərinə, sonra küt vəkili yığa, tökə. Ya, bunlar çıxdılar. Necə ki də ayrı yerdə də olubdur. Mən də bir jurnalist kimin neçəsinə şahidəm ki, kimi gətirilər, kimi yedir. Ola bilər bir günləri. İndi bir gün üçün bizimlə istilah hakimiyyətin, faşistlərin, faşiyyətçılıqlarının bir dənə müştərək yolumuz vardı ki, onlar istəmirlər sünnilərə orada biraz meydan versinlər, orada biz qazanırıq onlardan. Və əllə onlar yeri gəlsə bizim özümüzlərdən istabdallar, yeri gəlsə həman bu islah tələb qardaşlarımız ki, bizə gəlirlər, demokrasiyadan deyirlər, gələr kütlərini nəhs saldırırlar, onlara dəstək verirlər. Onlar orada mədrəsə istəyirlər, Urmuda küt mədrəsəsi istəyirlər. Ərzim budur ki, lazım da olsa görsələr bir məsələ var, elə orada biz yanımına dayanmamışıq ki, elə əgər məclisə türk getməsə, ora oldu Kürdistan, xeyr, elə türk də getsə, bir qolu şurası da Kürd olsa, Farsı da olsa, ora türk topraklarıdır. Biz istəmirik oranı, məsələn, böyük həzinələrlə və Allah yeri gəlsə elə yumruqlarımızla, təhdilərimizlə kütləri oradan satacaq eşiyə yerində. Mən çox danışdım, bir dənə şey deyim ya demeyim. Bir xordat, əlbəttə bir xorda da bağlı deyil və ondandır. Mən çox ərz edeyim ki, oyanış zirviyə çatmış elimizdə. Oyanış zirviyə çatmış elimizdə. Babəkin qanlı qılıncı belimizdə. Qurtuluş nəğməsi şurla dilimizdə. Şeyx Məhəmməd Nəbi Babək sözüdür sözlərimiz. Tikilib qurtuluşun qulləsinə gözlərimiz. Elimin var neçə minlər qoçağı, ölkəmiz irfan edəb elm ocağı, açılıb soydaşa soydaş qucağı. Elimiz himbir olub sındıracaqdır qəfəsi, düşmanın bağrı didilmiş çəkilir son nəfəsi. Haram olsun vətənin torpağı manqurd olana, haram olsun vətənin torpağı manqurd olana, dəstək olmuş neçə alçaq quduza qan sorana, ola bilməz şərəfi kimliyini kimsə dana. Saralıblar elinə dal çevirən manqurtlar, sökəcək türküləri, ölkə güdən bozqurtlar. Qanı ucunda elim zülm ilə qarşı savaşır, el gücü dalğalanır, sel kimi dağlardan aşır. Bu elə qırmızı bayraq uca şovkət yaraşır. Keçəcəkdir bu qaranlıq, köçəcəkdir bu yaman. Yetişərkən zamanı düşmanıma yoxdur ama. Sağ olun. Bu təşxis məsləhət nizamın o işçilərindən bir işdir. O indi arşivdə olur, Bayqanda olur, bilmirəm harada olur. Bir xurdat cərəyanından sonra mən Təbrizdə bu dostumuzu gördüm. Bir söhbət elədi, dedi, bu söz iki söhbət elirdi, hətta Dadilin dilindən söhbət elirdi ki, orada belə danışırmış ki, biz belə güman edirdik ki, 23 il, 25 ilin ərzində Azərbaycan milləti dilini unudub, öz mənlikini yaddan çıxardı, qatışacaq o biri millətlərə. Məni bir xurdat cərəyanı belə çatdırdı ki, biz hazırlaşırıq, görək hava Azərbaycan milləti öz sınırlarını, mərzilərini tanıdıracaq. Bu bir xəbər idi, mən ondan eşitdim. Əlbəttə, bu konuda danışmaq çox olar. Biz bütün İranda haqqımız var. Qəşqayları unutmuruq, Türkmənləri unutmuruq. Hay düşüb şəhrə quş Əhməd tutulub, sayılan qoçlara ərşəd tutulub. Elə bil bomba açıldı bu xəbər, tərpənib bir-birinə dəldi şəhər. Şazda Dustaqçıya əmr etdi belə, saxla quş Əhmədi kürkündə elə, paltarın soyma, silahın alma, görkəmin pozma, viqardan salma. İstirəm çehrəsin iməmdə görəm, o öz libası ilə onu mən də görəm. Carçılar çəkdilər avaz ilə, carçılar çəkdilər avaz ilə car. Kisə hər bir ələni məhkəmə var, muttəhəm zülmə quş Əhməddə olan,
qorxusu canlara dərbarda dolar. Yox, hökmədən ta ki ola razı özü, şazda şəxsən olacaq qazı özü. Məhkəmə zöhrüdən əlbəttə qabaq, sahibül əmridə dair olacaq. Sahibül əmrə o gün xəlq axır, qurulub səhnədə şahanə çadır. Çadırın həcmi geniş, səkvi uca, qubbası başdan müzəyyəndir taca. Üməra dəstə və dəstə oturub, şazda baş səndəlin üstə oturub. Dedi Quş Əhmədi hazır eləyin, milləti keyfərə nazır eləyin. Sel kimi çöldə cəmaət dayanıb, görə Quş Əhmədi millət dayanıb. Qəflətən etdi cəmaət həyəcan, sıxnaşıb bir-birinə verdi təkan. Çün Quş Əhməd görünüb gözlərinə, sanki covhər səpilib gözlərinə. Qolların bağlı görüb ağladılar, lalə tək sinələrin dağladılar. Əlləri bağlı Quş Əhmədçi gəlir, göz yaşın el ona baxdıqca əlir. Şur gəlib səhnədə saysız adama, az qalıb həmhəmə dönsün qiyama. Məclisə daxil olub vahiməsiz, göstərib ürzə özün etdi əziz. Başladı məhkəməni şazda belə, tutdu Quş Əhmədə üz gəldi dilə. Dedi əvvəldə görüm ay mürtəd, niyə söylür sənə el Quş Əhməd? Dedi qurban, elə mən doğru quşam, qanadım yox, vəli uçmaqda başam. Dedi xoşdur görə göz quşluğu, dedi xoşdur görə göz quşluğu, ver nişan bir bizə öz quşluğu. Dedi sən əmr elə qurban ki əlam, açalar qollarımı azca zaman, göstərim mən sənə öz quşluğumu, görə hər şübhəli göz quşluğumu. Yox, şazda əmr etdi açın qollarını, görüm insanda uçuş yollarını. Açılan ləhzə həmasə yaradıb, sanki əfsanə həqiqət baradıb. Gördülər cüt təpigin vurdu yerə, qalxışı top kimi gəldi nəzərə. Göyə hoppuldu iki öz boyuca, bəlkə düz ölçüdə ondan da uca. Sütünün ortasına pəncə atıb, dırmaşıb sürətinə səkvə çatıb, səkvi xəncərlə yarıb çıxdı çölə, elə qaçdı qoşulub sanki elə. Vurdu heyrət qoşunu cəvvə ələm, hamının ağzı açıq qaldı o dəm. Möcüzə misli gəlib gözlərinə, baxdılar bir-birinin üzlərinə. Göz vırım anda görüb çün o işi, dedilər doğrusu quşdur bu kişi. Şazdanın ağzına göz tikdi hamı, görələr ta nədir vala pəyamı. Şazda qalmışdı ki heyran o quşa, ayrı söz olmadı mümkün danışa. Ancaq öz heyrətini ibraz elədi, tək Quş Əhməd ki Quş Əhməd söylədi. Şəhnələr öz gedişatın dəyişib, qoçağı tutmağa amadələşib, şazda əmr etdi ki hörmətlə baxın, vaqiən quşdur, o mərdi buraxın. İstədilər tutalar, Müzəffərəddin Şah dedi ki, o da ürzəsini nişan verdi, quşluğun nişan verdi, qoyun geçsin da. Vaqiən quşdur, o mərdi buraxın, quşluğun uçmaqla verdi nişan, mən də verdim quşa ölkəmdə əman. Leyki insanlığı yüzdə yüzümüş, cümlə şəhnindəki sözlər düzümüş. O yetimlərdən ötür rəncə düşüb, el yolunda işi boğrəncə düşüb. İntiqad etsə də sultan babama, mən həlal etdim o düzgün adama. Adam öldürməyib o dustaq ola, quşdur o göydə gərək bayraq ola. O gərək dünyada azad yaşasın, ellərə örnək olub şad yaşasın. Bu sayaq məhkəməsi çatdı sona, bu gözəl qoşmanı el qoşdu o da. Quşluğun verdi nişan Quş Əhməd, şazdadan aldı aman Quş Əhməd. Yoxdur quşlar ara Quş Əhmədə tay, ala azadlığı bir uçmağa pay. Quş nə quş? Xəlqə məhəbbət quşudur, adı Əhməd özü rəhmət quşudur.
tək məhəbbət quşudur, qəlbə qonan, kinənin, nifrətin dimdiklə yonan. Gözünə aldı məram üstə qanın, el yolunda xətərə saldı canın. Çox qəfəsdən quşu azad eləmiş, çox qəfəsdən quşu azad eləmiş, dolu vurmuşlara imdad eləmiş. Çoxunun var adı, yoxdur səfası, tək quş Əhməddir yetimlər atası. Yenə Zeynəb Paşa quş Əhməd ilə öz yolun getdi böyük məqsəd ilə. Verdilər əl-ələ böhran zamanı, xidmət oldu onların arzumanı. İkisi bir-birinə oldu kömək, acılara çatdı qəhətlikdə çörək. Xətərə doğru düşən vaxtı həyat, verdilər məhləkədən xəlqə nəcat. Olmasaydı o iki tinəti pak, aclıq eylərdi çox insanı həlak. El unutmaz onların yaxşılığın, müşkülat ilə isə qarşılığın. Ta cahan vardı, cahanı yaradan, qəhrəmanlar adı getməz aradan. Görsünüz aşıqını, şuur ilə canan oxsun. Hoş geldin sefa